Limonlu su möcüzəsi haqqında danışırıq. Limonlu su 95% sudan, 5% mürəkkəb orqanik turşulardan ibarət sadə içkidir. Bəs yaxşı, bu içki nəyə lazımdır? İlk növbədə mədə turşuluğu aşağı olan insanlar yeməkdən 20 dəqiqə əvvəl limonlu su istifadə etməyi mədəni yeməyin qəbuluna hazırlaya bilər. Xüsusilə də zülal tərkibli qidaların, çətin həzm olunan qidaların həzmi üçün optimal bir şərait yarada bilər. Tərkibindəki sitratlar kalsiumla birləşərək böyrəklərdə daş yaranmanın və kristallaşmanın müəyyən dərəcədə qarşısını ala bilər. Bir də ki, adi su içə bilməyən insanlar üçün gündəlik maye normasını qəbul etməyə kömək eləyə bilər. Çoxlarının düşündüyü kimi tərkibində bol miqdarda C vitamini yoxdur. Yarım limonun suyunda demək olar ki 10-12 mg C vitamini olur. İnsanın isə gündəlik norma olan C vitamini tələbatı 75 ilə 90 mg aralığındadır. Yəni yarım limonun suyundan biz ancaq 10% C vitamini ehtiyacımızı qarşılaya bilərik. Limon suyunun tərkibində yağ yandıran heç bir şey yoxdur. Limon suyunun turşusu yağları əritmir, parçalamır. Nə də doğrudan toksinlər orqanizmimizdən ata bilər. Bu iş böyrəklərin və qaraciyərin işidir. Limonlu su möcüzəvi detoks və yaxud da ki arıqlama vasitəsi deyil. Arıqlamaq üçün mütləq şəkildə kalori çatışmazlığına ehtiyacımız var. Bunun kimi videoları sosial şəbəkələrdə daha çox görmək üçün videonu bəyənib paylaşmağı unutmayın.